حبيب إلهنا وطبيب نفوسنا أبي القاسم المصطفى محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله في الأراضين روحي وأرواح العالمين لتراب مقدمه الفداء ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Mahi Məhərrəm oldu yenə, göylər ağladı. Düşdü cahanə qülqülə, aləmlər ağladı. Gəldi məhi müsibət-ü əyyam-ı təziyə, bu matəməzadə görün kimlər ağladı. Şah-ı Rüsul, əmir-i ərəb, xətm-i ənbiya, əmmaməsin alıb ələ peyğəmbər ağladı. Döndü xəzanə gülşəni Zəhra-i Ətərin, dəşti Nəcəfdə sərvər-i din Heydər ağladı. Qətli Hüseynə eylədi iqdam Şimridun, amma əlində rəhmə gəlib xəncər ağladı. Başın alıb diz üstə kəfənsiz verəndə can, Xeyrən Nisa başında qara məcər ağladı. Qəl-i cəfa ilə qolu bağlandı Zeynəbin, gördü bu halı şura gəlib leşkər ağladı. Çəkdi səkinə ah-ı cigər suz-i sinədən, meydan içində Nəşi Əli Əkbər ağladı. Oldu əruz leşkər-i küffara dəstigir, torpaqlar üstə Qasım-ı Gülpeykər ağladı. Gülsüm olanda zillət ilə naqiyə süvar, Abbas-ı namıdar vəfapərvər ağladı. Qumri bu qissə-i ələm-əfzanı qıl tamam, Qumri bu qissə-i ələm-əfzanı qıl tamam, əldə qələm şərarə tutub dəftər ağladı. Əldə qələm şərarə tutub dəftər ağladı. Aşura günüdür. İmam Hüseyn əleyhissalamın şəhadət günüdür. Kərbəlada Peyğəmbər əhl-i beytinin qətlə yetirildiyi bir gündür. Aşura tarixi hadisənin il dönümü deyil. Kərbəla hadisəsi zaman və məkan sərhəddini aşmış bir hadisədir. Kərbəla zaman məkanın fövqündə dayanan hadisədir. Kərbəla hər zamanda aktual olan, günü-gündən təravətini artıran bir hadisədir. Çox istədilər ki, İmam Hüseyndən heç bir nişanə qalmasın. Çox istədilər ki, İmam Hüseynin adını aradan aparsınlar. İmam Hüseyn əleyhissalamı qətlə yetirdikdən sonra bədəninin üstündə ad çapdırdılar ki, bədəni yerlə bir olsun. Cənazələri dəfn eləmədilər, qoyub getdilər. Ona görə ki, onları çölün vəhşi heyvanları o bədənləri didib dağıtsın və ondan heç bir əlamət, nişanə qalmasın.
Amma görün, tarixin gedişatı nəyə göstərdi? Tarix göstərdi ki, sən demə, bu kiçik dəstə o böyük orduya qələbə çalınmış. Zaman keçdikcə bu qələbənin parlaqlığı daha da artır. İldən ilə dünyanın hər yerində insanlar məhz Kərbəla şəhidlərinin xatirəsini əziz tutur. Peyğəmbər vaxt buyurmuşdu, hələ hadisə baş verməmiş demişdi. Buyurmuşdu, İnnə liqqətlil Hüseyn hərarətən fi qulubil müminin la təbrudu əbəda. Hüseynin qətli ilə möminlərin ürəyində bir od yanır ki, heç zaman sönməz. Qiyamətə qədər bu qəlblərdə olan bu od sönməyəcək. Heç bir vəclə. Xalqımızın yaxın tarixi bunu göstərir. Sovet dövrünün ən sərt qadağaları zamanında bizim xalqımız bu hadisəni yaşadıb, evlərdə yaşadıb, müxtəlif məkanlarda İmam Hüseyn əzadarlığını saxlayıb, İmam Hüseyn məclislərini qeyd edib. Bugün dünyanın hər bir yerində insanlar Kərbəla şəhidlərinin xatirəsini əziz tuturlar. Bunun sirri nədir? Niyə zaman bu hadisəni sıradan çıxara bilmir? Tarixdə çox qanlı mübarizələr olub, müharibələr olub. Milyonlarla insanın qətlə yetirildiyi tarixi hadisələr olub, döyüşlər olub. Niyə görə heç bir hadisə qəlblərə yol tapmayıb, bu qədər ürəklərə nüfuz eləyə bilməyib? Amma bu, qısa bir müddətdə, bir gün ərzində baş vermiş bir döyüşdür. Məhdud sayda insan qətlə yetirilib, çox tanınmayan bir məntəqədə, coğrafiyada, amma illər keçdikcə bu hadisə yad edilir. Özdə qəlblərə nüfuz edə bilib. Hansısa bir elm sahibləri, tarixçilər bu hadisəni qeyd etmir. Müxtəlif səviyyələrdə olan insanlar bu hadisəni ürək yanğısı ilə yad edirlər. Sirri bundan ibarətdir ki, başlanğıcdan sona qədər bu hadisə başdan başa Allah üçündür. Bu hadisənin içində bir zərrə qədər şəxsi mənfəət yox idi. İmam Hüseyn əleyhissalam elə insanları toplamışdı ora ki, onların heç birində bir zərrə qədər boşluq yox idi. İmam Hüseyn əleyhissalam layiq olmayanları özü yol boyu özündən uzaqlaşdırırdı. İstəyirdi ən salih insanları bir araya gətirsin ki, bu hadisə onların mənəviyyatı hesabına yaşasın. Bu hadisə ilk gündən Allah üçün başlandı. Hələ Mədinədə idi, getdi Peyğəmbəri ziyarət elədi. Bu hadisənin başlanğıcıdır. Hadisə Mədinədən başladı. Mədinə dövründən gəldi, sonra Məkkəyə gəldi İmam Hüseyn əleyhissalam, sonra da Kərbəlaya. Mədinədən çıxanda yatdı yuxuda Peyğəmbəri gördü. Peyğəmbər buyurdu ona, özü deyir, Allahın Rəsulü mənə buyurdu, İnnəlləhə qəd şəən yərəkə qətilən. Buyurdu ki, Peyğəmbər mənə deyib, yuxuda mənə dedi ki, Allah səni şəhid görmək istəyir. Allah səni şəhid halda görmək istəyir. Soruşdular, ya Əbu Abdillah İmam Hüseynə, bəs qadınları ne üçün aparırsan? Buyurdu ki, Peyğəmbər buyurdu, İnnəlləhə qəd şəən yərəhunnə səbayən. Allah onları əsir görmək istəyir. Bu iş Allahın adı ilə başladı. Mühüm o idi ki, Allah məni necə görmək istəyir. Bu adla başladı. Gəldi Məkkəyə. Məkkədən çıxanda çıxış elədi. Mən kənə bazilən fina muhcətəhu muvəttinən alə liqaillah nəfsəh fəlyərhəl mə'ana fəinni rahilun musbihən inşaallah. Buyurdu, kim ürəyinin, boğazının qanını bizə hədiyyə eləmək istəyir, nə üçün? Allahla görüş ümidi ilə. Allahla görüş ümidi ilə.
o mənimlə gəlsin, bizlə çıxsın. Mən sabah inşallah yola çıxıram. Əvvəldən deyir ki, kim qanını hədiyyə eləyib Allaha qovuşmaq istəyir. Allah üçün gəlir. Onlar bizə qoşulsunlar, gedək. Yolda karvan hərəkət eləyir. Birdən İmam Hüseyin ucadan deyir, İnna lillah və inna ileyhi raciun. Hamımız Allahdanıq və ona sarı dönməliyik. Əli Əkbər gəlir, oğlu. Soruşur, atacan, bu ayəni niyə oxudun? Deyir, biz hərəkət etdikcə göydən bir səs eşitdim ki, bu karvan ölümünə doğru hərəkət edir, şəhadətə doğru gedir. Əli Əkbərin mərifətinə bax. Dedi, əvələsna aləl haqq, məgər biz haqq deyilik, əlbəttə ki, haqqıq. İzəllə nübali bil mavt. Əgər biz doğruyuqsa, haqqıqsa, ölümdən nə qorxumuz? Özü və vəfalı səhabələrinin hamısı addım-addım Allah rizası üçün hərəkət edirlər. Özlərindən heç nə yoxdur. Yolda xəbər verirlər, Müslüm şəhid olub. Təsəvvür eləyin, bir adam Kufəyə adam göndərib. Kufə cəmaatına elçi göndərib. Özü də Kufəlilərin dəvəti ilə gedir. Birdən yolda xəbər çatır ki, Kufə sənin əleyhivə dönüb. O Kufə ki, özü səni dəvət eləmişdi. Və əmin oğlu Müslümü də orada şəhadətə çatdırıblar, öldürüblər. İnsanın niyyəti Allah olmasaydı, Allaha arxalanmasaydı, necə sarsıntı keçirərdi? Derdi, vay, mənim işim hədər oldu. Hüseyin aram halda deyir, minəl müminlə ricalun sadaqu ma'ahadullah aleyh və minhum mən qəza nəhbəh və minhum mən yəntəzir. Möminlərdən elələri var ki, öz əhdlərinə sadiq qalıb şəhid oldular, yəni Müslüm. Və onlardan bəziləri də gözləyirlər, şəhid olacaqları günün intizarındadılar, gözlənti halındadılar. İmam Hüseyin Müslümə arxalanıb yola çıxmayıb, Kufəlilərə arxalanıb yola çıxmayıb, İmam Hüseyin Allaha arxalanıb deyə bütün şəhər ondan üz çevirib, amma yoluna davam edir. Çünki məqsədi bəllidir. Bu karvan Allaha doğru gedənlərin eşq karvanıdır. Bu karvan zaman və məkanın fövqündə hərəkət edir. Bu karvan insanları əsrlər boyu qiyamətə qədər Allaha tərəf aparmalıdır. Aşura günüdür, mühasirədədir. 70-dən çox adam 30 minin mühasirəsində. Adam hansı halda olar? Bu adi sərkərdədirsə, döyüşçüdürsə, 30 min insanın mühasirəsində xütbə oxuyur, deyir, və əhməduhu aləs-sərrai və zərra, Allaha hər bir halda həmd edirəm. Çətin günümdə də, asan günümdə də. Heç fərqi yoxdur. Ruhiyyəsində zərrə qədər sarsıntı yoxdur. Əksinə böyüyür, əzəməti an-ba-an artır. Bütün mərhələlərinə baxın hadisənin, ancaq Allahı görürsən. Ancaq Allahı göstərir. Döyüşün qızğın vaxtıdır, döyüş gedir. Sahabələrdən biri yaxınlaşır ki, ya Abdullah, namaz vaxtıdır. Baxır, deyir, zəkərtəs-səlah, cəaləkəllah minəl musallin. Namazı yad elədin. Allah sənin namaz qılanlardan saysın. Döyüşün o qızğın vaxtında namazı azan vaxtı qılır. Namazı meydanda qılır və namazı cəmaatla qılır. Nəyə çatdırmaq istəyir? Ki bu iş Allah üçündür. Allah rizası üçündür. Ona görə biz onu ziyarət edəndə deyir, əşhədü ennəkə qəd əqəmtəs-səlah, şəhadət verirəm, sən namazı diriltdin.
İnnəmə xərəctu li tələbil islah fi ümməti cəddi. Cəddim Peyğəmbərin ümmətini islah etmək üçün gedirəm. Əli Əkbəri meydana göndərir. Allahum məşhəd alə hauləyil qavm. Deyir Allah şahid ol. Əli Əsğər qucağında oxlanır. Deyir ilahi sən görürsən. Görürsən bütün mərhələlərində Allah var. Bütün mərhələlərində. Axırda necə? Axırdakı can verir. Ruhu bədənindən çıxacaq. Bunu dost danışmır, düşmən danışır. Deyir, mən ikinci belə kişi görməmişəm ki, bu qədər itki verəndən sonra itki verdikcə üzünün sevinci daha da artır. Bu yandan gözü yaşarır, ürəyinə dağ çəkilir o müsibətlərdən. Bu yandan Allaha yaxınlaşmaq sevinci, insanlıq uğrunda fədakarlıq sevinci. Deyir, üzündə qəribə ifadə var idi, nuraniyyət var idi. Deyir, mən düşmən danışır. Yaxınlaşdım, gəldim onun başının üstünə. Görün, bu son dəqiqələrində nə deyir? Gördüm ki, təsəvvür edin İmam Hüseynin halını. Bədənindən yüzlərlə yara vurublar. Günün altında can verir, susuz. Damarlarından, yaralarından qan axır, taqəti tükənir. Gördüm, deyir, zəif səsdən nəsə deyir, səsini eşitmək olmur. Gördüm, dodaqları tərpənir. Deyir, əyildim ki, qulaq asım bu kişi nə deyir. Deyir, gördüm, son nəfəsində zəif səslə deyir, İlahi, rizən bi qəzaik və təslimən li əmrik, la mə'budə sivak. Ya qiyasəl müstəqisin, İlahi sənin hər əmrüvə təsliməm, səndən razıyam, mənim səndən başqa heç kəsim yoxdur. Ey pənahı olmayanların pənahı, ey ümidsizlərin ümidi. Deyir, gördüm, Allah deyə canını tapşırır, dünya ilə vidalaşır. Kərbəlanı yaşadan bu eşqdir, bu məhəbbətdir. Kərbəla ona görə qəlblərə yol tapıb. Ona görə illər keçdikcə bu hərarət sönmür. Çünki Allah əbədi olduğu kimi, İmam Hüseynin hadisəsi də Allaha bağlı olduğu üçün həmişədir, əbədidir, həmişə yaşayacaq. Bu bir eşq salnaməsidir, eşq dastanıdır. Eşq də belə şeydir ki, eşq yayıldısa cəlb eləyir insanları. İnsan məhəbbətin, eşqin teşnəsidir. Tarix ikinci belə eşq dastanı görməyib. Mən bunu sizə keçmişdə demişəm. Bir alim gözəl bir söz deyir. Deyir ki, Aşura Hüseynin eşqinin rüsvay olduğu gündür. Sözə baxın. Hüseynin eşqinin rüsvay olduğu gün. Rüsvay pis şeyə deyirlər. Pis şeyə deyirlər. Deyirlər bu filan şey rüsvay oldu. Gəlir yaxşı sözü mənfi sözlə uzlaşdırır, deyir, Hüseynin eşqi rüsvay oldu. Bu nə deməkdir? Bunun mənası çox incədir. Mənası budur ki, bütün Allahı sevən adamlar çalışır ki, eşqləri faş olmasın. Eşqin xüsusiyyəti budur ki, eşq çox da üzə çıxmasın. Aşiq eşqini gizlətməyə çalışır. Dəqiqə başı demir, mən aşiqəm. Aşiq özünə aşiq deməz. Aşiq eşqini pünhan saxlayar, gizli saxlayar. Bütün övliyaların ürəyində Allaha eşq şiddətlidir. Hamısı gizlətməyə çalışıb. Allah tarixdə, bəşər tarixində bircə dəfə iradə elədi. İradə elədi, dedi, bütün övliyalarımın eşqini bu bir dənənin timsalında göstərəcəm. Onlar nə qədər mənə və insanlara aşiqdilər. Kərbəla hadisəsində Allah hadisələri elə tənzimlədi ki, aşiqin qaçan yeri olmadı. Hadisələr onu təqib elədi, məcbur oldu, eşqi tam üzə çıxsın. Bu həmin eşqdir ki, 12 imamın hamısının ürəyindədir, Peyğəmbərin ürəyindədir. Sadəcə bu bir dənənin timsalında Allah deyir ki, istəyirsiniz, biləsiniz, övliyalar sizə nə qədər aşiqdir. Övliyalar nə qədər sizi çox istəyir. Hara qədər bu bir dənənin timsalında göstərirəm. Allah hicabları eşqin üzərindən çəkdi. Və Hüseynin timsalında Allah eşqin gözəlliyini sərgiyə qoydu. Odur ki, bu hadisə fenomenal bir hadisədir. Bu hadisə bənzərsizdir öz təsirinə görə. Eşqin qoxusudur. Ona görə deyirəm, bunun zahiri qəmdir.
Zahiri ağlamaqdır, batini sevincdir. Vallahi ki sevincdir. Bugün gəlirsən, dünənki məclisi ancaq şadlıqla yad edirsən. İnsan qəmli anlarını yad eləmək istəmir, deyir yadımdan çıxsın. Amma bu yeganə qəmdir ki, bu qəmli anların hər saniyəsi ləzzətdir. İnsan vaxt keçdikdə keçmişə baxır, boylanır. Elə dünən Aşura gecəsinin məclisinə indi baxırsan, deyirsən, ilahi bu nə ləzzət idi, bu nə zövq idi, bu nə gözəllik idi. Çünki bu acı qəm deyil. Bu eşqin yaratdığı gözəllik səhnələrinin cazibəsindən yaranan qəmdir. Bu qəm sevinclə, ləzzətlə, mənəvi zövqlə qarışıq bir qəmdir. Şəhidlik eşq deməkdir. Biz bugün Kərbəla şəhidləri ilə yanaşı öz şəhidlərimizi, Azərbaycan şəhidlərini yad edirik. Məsciddə lövhə var, şəhidlərin foto şəkilləridir. Şəhidlər yad edilir, ziyarət edilir, onların ruhuna dualar edilir. Bugün şəhidlərin günüdür. Bugün şəhidlərin günüdür. Bugün bütün şəhidlərin əziz xatirəsi yad edilməlidir. Bizim tariximizdə də torpaq uğrunda, haqq uğrunda fədakarlıq eləyən çox sayda oğullarımız var. Aprel döyüşləri zamanı, ondan öncə tariximizdə çoxdur belə faktlar. Kərbəla ziyarətinə bizi ilə bir yerdə şəhid anası getmişdi. Yəqin ki, o filmi də gördünüz. Bir oğlu var, qurban verib vətən uğrunda. Deyir ki, mən peşman deyiləm. Deyir, mən peşman deyiləm. Mənim oğlumun torpaq uğrunda fəda olması mənə iftixardır. Bax, bu anaların hesabına vətən anlayışı, vətən məfhumu yaşayır. O şəhidlərin qanının hesabına. Kərbəla şəhidləri yad edilərkən İmam Hüseyin əleyhissalamın əziz xatirəsi ilə yanaşı bütün şəhidlərimizin xatirəsi yad edilir və edilməlidir. Biz heç zaman unutmamalıyıq ki, biz varlığımıza görə, millət olduğumuza görə onlara borcluyuq. Bu boğazdan yuxarı deyilən sözlər deyil, məni yaxşı tanıyırsınız. Mən səmimi danışıram, bu bizim şəhidlərə olan sonsuz məhəbbətimizin, sayğımızın ifadəsidir. Çünki bəzən sözlər istismar edilir, biraz pafoslu səslənir, amma bugün şəhidin günündə gərək bütün şəhidlər yad edilsin. Şəhidlik bir eşq təzahürüdür. Şəhid bilirsiniz nə qədər insanlıq aşiqidir. Adam o qədər bəşəriyyəti sevir, Allahı sevir ki, insanlıq yolunda canından keçməyə hazırdır. Doğrandıqca uf da demir. Mən bunu sizə keçmişdə demişəm, şəhid cənnətə də daxil olan da, cənnəti də başqaları ilə bölüşmək istəyir. Quranda bir şəhidin hadisəsi var, Yasində biz onu adətən ölülərə oxuyuruq. Amma bilmirik nə oxuyuruq çox vaxt. Həbib Nəccar onun hadisəsidir. Quran onu gözəl təsvir edir iki cümlədə. İki cümlədə. Deyir, gəlir peyğəmbərlərə dəstək verməyə bir nəfər. Onu daşqalaq eləyib öldürürlər. Qəribədir, onlarla diyalogundan danışır Quran. O dedi, onu daşlayanlar dedi. O dedi, daşlayanlar dedi. Birdən-birə belə deyir. Birdən deyir ki, qeylədxulil cənnə. Yəni bunu şəhid elədilər. Buna deyildi, daxil ol cənnətə. Şəhid cənnətə qədəm qoyub. Şəhid cənnətə daxil olub. Cənnət göz qamaşdıran bir yerdir. Bir yer ki, Allah onu Quranda tərifləyir. Deyir ki, sizin üçün gözəl neymətlər hazırlamışam. Deyir, ona deyildi, qeylədxulil cənnə, cənnətə daxil ol. Birinci sözü nədir? Demədi, bu nə gözəl yerdir. Dedi, qal, ya leytə qavmi ya'ləmun bimə qəfərə li Rabbi və cəaləni minəl mükremin. Dedi, ey kaş qövmüm biləydi bunları, bu neymətləri. Şəhid cənnətə daxil olan kimi arxada qalanları yadına salır. Ki, kaş onlar da bilərdi, kaş məni öldürənlər bilərdi ki, burada nələr var, o işlərindən əl çəkərdi. Bax, şəhid belə bir insandır. İmam Hüseyin bugün Kərbəlada bütün əzizlərini qurban verəndən sonra düşmənin müqabilində dayandı. Dedi, balalarımı öldürdünüz, qardaşlarımı öldürdünüz, bütün əzizlərimi, səhabələrimi, nəyimi var əlimdən aldınız, amma indi də kimsə qayıtsa sizin içinizdən qanlarını halal eləyirəm. Bax, budur möcüzə.
İmam Hüseyin əleyhissalam son nəfəsinə qədər inanın o düşmənlərin dərdini çəkirdi. And olsun İmam Hüseyin əleyhissalamın qanına deyirəm. Kim belə düşünmürsə İmam Hüseyni tanımayır. İmam Hüseyin əleyhissalam axır dəqiqəsinə qədər onu öldürənlərə ağlayırdı. Onu öldürənlərin nicatı haqqında düşünürdü ki, niyə insan bu qədər edə bilir? Çalışırdı ki, onların əlindən tutub onlara nicat versin. İmam Hüseynin qəmi, qüssəsi o insanların islahı üçün idi. Bu bir yaşam modelidir Kərbəla. Eşq əsasında qurulan həyat tərzidir. Bu həyatın mərkəzində Allahın vəlisi durur və onun başına pərvanə kimi dolanan aşiqlər. Dünya cənnətə dönər vallah, eşq dünyaya hakim olsa. Və Hüseyin bu dünya uğrunda mübarizə aparır. Məhəbbətə, eşqə söykənən münasibətlər, Allahda ərimək, Allah eşqi ilə hamını sevmək. O sahabələr hamısı insanlıq aşığı idilər. Niyə? Çünki hamısı Hüseyin aşığı idilər. Hüseyini sevənin içində mən qalmamalıdır. Hüseyinin aşığı gərək ərisin, məndən azad olsun. Ondan sonra bax gör həyat necə gözəldir. İslam vilayət sistemi deyəndə, düzəni deyəndə, məsum imamın ətrafında insanların birləşməsini nəzərdə tutur. Kərbəlada İmam Zaman düzəninin kiçik modelini yarattı İmam Hüseyin. Aşura gecəsində bir cəmiyyət nümunəsi göstərdi. İnsanlar hamısı aşiq və Allaha və onun nümayəndəsinə aşiqdilər deyə bir-birinə də aşiqdilər. Onlar o qədər fədakarlıq elədilər, hamısı da günahkar getdi dünyadan. Onların hamısı dedi ki, ağa, öz əllərindən əsəbləşirdilər ki, niyə bir canımız var? Adam haracan gedirsə getsin, özünü günahkar, əli boş biləndə qiymət tapır. Adam gəlir özünü əli boş bilsin. Onlar İmam Hüseynindən o qədər lütf almışdılar, o qədər ləzzət, zövq almışdılar ki, qarşılığını verə bilmirdilər. Deyirdilər, biz neyiniyək ki, Hüseynə qarşılıq verə bilək? Onlar ibadətlərinə məğrur deyirdilər. Mən canımdan keçdim, biri deyə mən qolumdan keçdim. Hamısı deyirdi, Əbəlfəz ağa demirdi qolumdan keçdim. Deyirdi, suyu gətirəmədim. Nəyi eləyə bildim demirdi, nəyi eləyə bilmədim. Bundan artığını eləməliydim. Hamısı bu mərifətdə idilər. Bu mərifətdə idilər. Namaz qılır İmam Hüseyin, bunu eşitmişsiniz. Amma istəyirəm yenə danışım ki, məclis nuraniləşsin. Qarşısında dayanıblar, canlı sipər. Düşmən də namaz vaxtı da ox atır. O sahabələrdən biri deyir, dayanıb İmam Hüseynin düz qarşısında ağa namaz qılır. Oxa atırlar, təsəvvür eləyin, gəlir sancılır bədəninə. Baxır, o hansı istiqamətdən gəlir özünü ora atır. Ora atır, bura atır. Təsəvvür eləyin vəziyyət. Gözü oxlardadır, ox selində. Bədəninə o qədər ox batır, batır, dayanır, axırda dizi bükülür. Dizi bükülür, yıxılır yerə. Yıxılanda yerə imam namazını bitirir, gəlir onun başını dizinin üstünə alanda, baxır, borclu baxışlarla baxır. Əvfəyt ya Əbu Abdullah. Sənə layiqli səhabə ola bildim, sənə vəfalı ola bildim, sən istəyən ola bildim. Cavaba bax, deyir, əntə əmami fil cənnə. Necə indi məndən qabaqda dayanmısan, cənnətdə də məndən qabaqda olacaqsan. Məndən əvvəl cənnətə daxil olacaqsan. Balanın başını kəsib ananın üstünə atarsan necə olar? Ana bilir idi, hamımızın anamız var. Ana balası ilə nəfəs alır. Ana balasının aşiqidir. Balanın başını kəsib ananın qucağına atırlar ki, ürəyinə dağ çəksinlər. Ana götürür, başı öpür, təzdən atır düşmənə, deyir, biz Allah yolunda verdiyimiz qurbanı geri qəbul eləmirik. Eşq bu möcüzələri yaradır. Allah yolunda verdiyim qurbanı mənə tərəf gətirməyin. Bir cavan oğlan gəlir. Danışmışdım bunu bu yaxında. Cavan oğlandır, həddi buluğa, yetkinliyə təzə çatır. İmam Hüseynə deyir ki, icazə verin, döyüşə gedim. Ağa deyir ki, yox, razı deyiləm. Sənin aton indi şəhid olub, anon ürəyinə dağ çəkilib, sən də geçsin. Anon ölər qəmdən, qüssədən. Mən razı deyiləm.
Baxır İmam Hüseynə deyir, ağa, anam qılıncımı belimə bağladı. Anam qılıncımı belimə bağladı, dedi ki, halal eləmirəm, Hüseynin yolunda canını verməsən. Ondan sonra cavan oğlanın mərifətinə bax, elə mənə təhsil eləyir bu hadisə, gəlir diyanır düşmənin müqabilində baxır. Ərəblərin adəti var, rəcəz oxuyur, deyir, mən filan kəsəm, döyüşçü istəyir. Bunun mərifətinə bax, adını çəkmir, ona görə adı qaranlıqdır bu cavanın. Xərəcə şabbun qutilə əbuhu fil mərəkə deyir, bir cavan oğlandır ki, atası təzə şəhid olub. Çıxdı, dedi ki, Əmiri Hüseyn, ni'məl əmir, sururu fuadil bəşirin nəzir, məni tanımaq istəyirsiniz, ağamla tanıyın. Hüseyn mənim ağamdır və nə gözəl ağadır o. Və o, Peyğəmbərin ürəyinin meyvəsidir, Peyğəmbərin qəlbinin sevincidir. Belə tanıtdırır özünü. Həbib ibn Məzahir İmam Hüseynin ən sevimli sahabələrindəndir, ən birincidir bəlkə. Gəlir Kərbəlaya çatır, Zeynəb onu görür, sevinir. Xanım Zeynəb onu görür, şad olur. İmam Hüseyin gəlir, deyir ki, bacım Zeynəb sənə salam deyir. İmam Hüseyinə deyir, mənim salamımı Həbibə çatdır. Bunu deyəndə Həbib vurur, dizlərini ağlayır. Gör, Zeynəb nə qədər qəribdir ki, mənim kimisinə salam göndərir. Gör, Əhl-i Beyt nə qədər qəribdir, Zeynəb mənim varlığıma sevinir, mənə şad olur. Müslim ibn Ovsəcə can verir, Həbibin dostudur. İkisi də yaşlı kişidir. Həbib də dayanıb başının üstündə. Bu mənzərələr görməlidir oradan da, eşitməlidir. Həbib dayanıb başının üstündə deyir, Müslümün son vəsiyyəti elə mənə. Nə sözüm var? Deyir, can verə-verə gözü ilə işarə eləyir İmam Hüseynə. Gözü ilə işarə eləyir, deyir ki, nə vəsiyyət eləyəcəm? O həzrəti, o ağanı sənə tapşırıram. Nə qədər can bədənindədir, ona bir şey olsa, cavab verə bilməyəcəksən. Bunu deyir, dünyasını dəyişir. Çox qəmlənmişsiniz bu neçə gündə, Aşura məclisidir. Mən təzə bir şey deməyəcəm. Kər il oxuduğum məktəldir, tarixin üzündən oxuyuram sizin üçün. Mən oxuyum, siz də canlandırın, sonra əzadarlıq inşallah davam eləyər. Dünən axşamdan başlayıram, yəni bu gecədən. İmam Səccad əleyhissalam deyir ki, mən xeymədə uzanmışam çadırda. Bibim Zeynəb mənə qulluq eləyir. Mənim qızdırmam var, mənə qulluq eləyir. Deyir, qonşu xeymədə atam İmam Hüseyindir. İmam Səccad 4-cü imamımızdır, İmam Hüseynin oğlu. Yeganə sağ qalan imamdır da oradan. Bir də İmam Baqir balaca idi deyirlər. Deyir, mən uzanmışam, İmam Səccad deyir, İmam Zeynalabdin deyir, uzanmışam qonşu xeymədə, atam silah hazırlayır. John adlı bir qulamın xeyməsindədir. O ki, dedim, İmam Hüseyin cürət eləyə bilmir Zeynəbə ayrılıq sözlərini desin. Deyir, gördüm, atam ucadan şeir oxuyur, bilirəm ki, bizə eşitdirir. Məqsədi bizim eşitməyimizdir. Ya dəhr, uffin ləkə min xəlili, kəm ləkə bil işraqi vəl əsili, min sahibin əv talibin qətili, və dəhr la yəqnə'u bil bədili, və innəməl əmr ila cəlili. Deyir, şeir oxuyur, deyir, ey ruzigar, sən nə vəfasızsan, dostları əlimizdən alırsan. Amma deyir, ixtiyar sənin əlində deyil, hər iş Allahın əlindədir. Bütün diri insanlar ölüm yolunu gedəcəklər. Deyir, bunu bir dəfə deyir, 2 dəfə deyir, 3 dəfə deyir. İmam Səccad əleyhissalam deyir ki, mən bilirdim ki, bizə eşitdirir, bizi ölümünə hazırlayır. Deyir, qəhər məni boğdu, boğazım düyünləndi. İmam Zeynalabdin deyir, özümü saxlayıram, ağlamayayım, çünki bibim qarşımdadır. Araya mənalı sükut çöküb, bibim Zeynəbin də boğazını qəhər boğub. O da danışmır, mən də danışmıram. Mən deyir, dözdüm, bibim dözənmədi. Bibim dözənmədi, çünki o qadındır, deyir.
Özündən bir ixtiyar oldu. İxtiyarsız oldu. Deyir, birdən gördüm, qaça-qaça getdi qardaşının, atamın çadırına. Paltarı yerindən sürünə-sürünə. Çatdırdı özünü qardaşı Hüseynə, dedi, vay qardaşım, kaş öləydim bu sözləri eşitməyəydim. Kaş Zeynəb olmayaydı bu sözləri eşitməyəydim. Əl-yevm matət ummi Fatimə. Bugün anam Fatimənin ölən günüdür. Bugün atam Əlinin ölən günüdür. Bugün qardaşım Həsənin ölən günüdür. Fənnəzərə iləyhəl Hüseyn və qalə ya uxəyyə. Qurban olun, mən tarixin necə var ilə danışıram, heç nə əlavə eləmirəm, canlandırın və öz halınızda olun da Aşura günüdür, nə deyim? Və nəzərə iləyhəl Hüseyn və qal ya uxəyyə. Deyir, Hüseyn ona baxdı, dedi, bacı, diqqətli ol bacım, şeytan səni azdırmasın, səbrə əldən vermə. Qalət bi əbi əntə və ummi. Zeynəb deyir, atam anam sənə fəda olsun qardaşım. Ya Əba Abdillah, istəqəltə nəfsi fidak, ölümdən danışırsan sənə qurban olum. Zeynəb necə dayansın? Deyir, bunu dedi, ondan sonra deyir, üzünə vurdu, gördüm, bibim Zeynəb özündən getdi, yıxıldı. Hüseyin deyir, təskinliyi verdi ona, onu özünə gətirdi. Dedi, bacı təqvalı ol, Allahı yadında saxla, yer əhli hamısı öləcək, ancaq Allah qalacaq. Atam məndən üstün idi, o dünyasını dəyişdi, anam məndən üstün idi, qardaşım. Zeynəb cavab verdi, Hüseyin, bunların biri gedəndə ürəyimi biri ilə ondururdum. Sən mənim axı son yadigarısan Peyğəmbərin, sənsiz necə yaşayım Hüseyin? Səndən sonra kimlə qəlbimi ovundurum? Mən bir söz deyim sizə, Zeynəbin şeir eşitməyə taqəti yoxdur Aşura gecəsi. Hüseynin ölüm xəbərini. Bilmirəm, təllin üstündən baxırdı, Hüseynin başını bədənindən ayrılırlar. Onda nə çəkirdi, mən bilmirəm, valla bilmirəm. Sözə bax, gör İmam Hüseyin necə gedir meydana. Deyir, ya o xəyyə, bacı, əqsəmtü. Bacı, səni and verirəm. Fəəbirri qəsəmi. Xahiş edirəm, andıma əməl elə. And verirəm ki, day belə ağlamayasan. Ağlason bilirsən nə olar? İzən ənə hələktu. Sən belə ağlason, mən ölərəm, bacı. Mənim taqətim yoxdur sənin bu halva dözməyə. Deyə bilərsən ki, bəs Hüseyin şəhid olandan sonra axı onu görmürdü Zeynəb, niyə ucadan ağlamadı? Çünki nizədə gedirdi, başı baxırdı ona. Baxırdı ki, Zeynəb, mən buradayam, ucadan ağlama. Adamın dərdi olanda deyərlər, ağla ürəyim boşalsın. Xanım Zəhra Əli əleyhissalama dedi ki, İbükili və bükilil yətama, Əli ağla mənə, ağla yetimlərimə. Çünki gördü əlinin ürəyi partlayır. Amma Zeynəbə dedilər, ağlama. Ağlamaq qəmi saldı ürəyini, ona görə ürəyi dözmədi sonra. Ən ağır vaxtın deyim İmam Hüseynin, Əlqəmin yanından qayıdır. Yəni Əbəlfəzin başının üstündən qayıdır. Hüseynin ölən anıdır bu. Hüseyin burada öldü. Qayıdır. Əbəlfəzin cansız bədənini qoyub qayıdır. Yazır və rəcəəl Hüseyin iləl müxəyyəm. Hüseyin qayıdır xeymələrə tərəf. Necə qayıdır? Münkəsirən, sınıq halda. Həzinən, qəmli halda. Bakiyən, ağlar halda. Uşaqları görmüsünüz ağlayanda, uşaqlar necə ağlayar? Bax, belə gözlərini silər. Yazır ki, yukəfkəfü dumuaha bikummi. Hüseyin ətəyi ilə, qolları ilə gözünün yaşını silə-silə gəlir. Bilirsiniz necə dayandı Hüseynin göz yaşı? Fəqət tədafəətir rical ilə müxəyyəmihi. Deyir, kişilər hücum elədilər qadınların xeyməsinə, gözünün qabağında.
Əbəlfəz ölüb cürət tapıblar. Deyir, Hüseyin ağlayan yerdə gördü ki, bir dəstə kişi hücum eləyir qadınlara tərəf. Tək qalıb, arxası yoxdur. Yazır, Fənadəl Hüseyin əleyhissalam. Əlac qaldı fəryad eləməyə. Ucadan fəryad elədi. Əmamin muğisin yuğisuna. Bir nəfər yoxdur mu bizə pənah versin? Əmamin mucirin yuciruna. Bir nəfər yoxdur bizə yardım eləsin? Əmamin talibi haqqin yansuruna. Bir haqq tələb adam yoxdur bizə kömək eləsin? Hüseyin elə fəryad elədi, düşmən qayıtdı. Qayıtdı xeymələrdən. Fəətəthu səkinə. Səkinə gəldi qabağa. Və səələthu an əmmiha. Əmisi haqqında soruşdu. Fəqalət, eynə əmmiyəl Abbas. Dedi, ata bəs əmim hardadır, tək qayıdırsan? Əmim hardadır, tək gəlirsən? Tarix yazır, fəəxbərəha bi qətli. Deyir, xəbər verdi ki, Əbəlfəz öldürülüb. Demir, dedi. Demədi, deməyə ürəyi gəlmədi. Bilirsiniz necə xəbər verdi? Qadınların içindən keçdi, gəldi, girdi Əbəlfəzin çadırına, xeyməsinə. Sütunu götürdü, yatırtdı. Əbəlfəz xeyməsi yatanda qadınlar başa düşdü. Zeynəb xeymədən çıxdı. Vay əxah, vay Abbasa, vay qardaşım, vay Abbasım. Və bəkeynən nisvə, qadınlar ağladı. Və bəkəl Hüseyin, Hüseyin də ağladı. Zeynəb, vay qardaşım deyir. Deyir, qardaş səndən sonra əsir olacaq biz. Hüseyin də deyir, səs verir Zeynəbin səsinə. Birinci dəfədir bu. Zeynəb dedikcə, Hüseyin də səs verir Zeynəbin səsinə. Fənnəhəzəz Səccad əleyhissalam. Deyir, bu yerdə İmam Səccad xeymədən çıxdı. Yətəvəkkəu alə əsah. Və yəcurru seyfə. Deyir ki, əsasına söykənib qılıncı sürünə İmam Səccad, İmam Zeynəlabdin çıxdı. Ata qəribliyi fəryadıva qurban olun, mən hələ ölməmişəm, mən varam. Deyir, Hüseyin fəryad elədi, bacı qaytar bu uşağı xeyməyə. Bunu da öldürsələr, imamət kəsilər. Ona görə Zeynəb özünü atırdı İmam Səccadın üstünə, onu öldürmək istəyəndə. Sözümü bitirirəm, Seyidə sözü verirəm. Mənim də day taqətim yoxdur bu şeyləri oxumağa. Görürəm, sizin də taqətiniz yoxdur, çox çətindir. Birdən səs gəldi, ya Zeynəb, ya Ümmə Kulsum, ya Sükeyna, aleykunnə minnissalam. Ay Zeynəb, ay Ümmü Gülsüm, ay Səkinə, məndən sizə salam olsun, yəni Xuda hafiz. Deyir, hamısı xeymədən çıxdı, atamız gedir. Son ümidimiz gedir. Deyir, elə dövriyə aldılar, ətəyindən yapışıblar, buraxmırlar. Güclə istəyir, çıxsın, buraxmırlar. Danışmıram, vallahi day danışmıram. Çıxdı əllərindən, gəldi meydana. Tək qalıb meydanda. Döyüşdü, taqətdən düşdü, baxdı və nəzərəl Hüseyin yəminən və şimala. Hüseyin sağa baxdı, sola baxdı ki, bəlkə bir adam var. Gördü ki, ancaq şəhid cənazələridir. Fəqal, Allahümmə innəkə tərə ma yəsnəu bi vələdi nəbiyyik. İlahi, görürsən Peyğəmbərin oğlu ilə necə davranırlar? Görürsən, sonra deyir, susuz dodaqlarını Allaha göstərdi. İlahi, görürsən, məni susuz öldürürlər. Yenə nəsə demək istəyirdi, bilmirəm. İstəyirdi deyə, ilahi, görürsən, bunu deyəndə gördülər, ox gəldi, sancıldı ürəyinə. Sözü yarımçıq qaldı. Üz üstə gəldi yerə. Bismillah və billah və ala milləti Rəsulillah. Qanım Peyğəmbər ümmətinə hədiyə olsun. Şimir gəldi, çıxdı sinəsinin üstünə. İmam Zaman məni bağışlasın. Aşura günüdür. Zeynəb baxır. İmam Sadiq deyir, cənnətdən Peyğəmbər gəlib, Əli gəlib, Fatimə gəlib, Peyğəmbərlər gəlib, mələklər gəlib. Baxırlar, Şimir Hüseynin başın bədənindən ayırır. Baxdı ona,
elə ki başın bədənindən ayırdı. Düşmən qoşundan səs gəldi, Allahu Əkbər. Hüseynin başını kəsib Allahu Əkbər qışqırdılar. Onlar Allahu Əkbər deyəndə bu tərəfdən də bir xanımın ağlamaq səsi gəldi. Elə hey yana yana deyirdi, məzlum balam. Ay yaralı sultanım, vurubdular seni çok kardeş. Ay yaralı sultanım, vurubdular seni çok kardeş. Sesime ses veren yok kardeş. Sesime ses veren yok kardeş. Ey bedeni sedbare, kalıbdı Zeynep'in ovarı. Gedibdi qarətə gəhvarə, rubab olubdi bəxti qarə. Dərbədərəm ay qardaş. O qədər Hüseynin vay deyib səsi tutulub. Dərbədərəm ay qardaş, gəzər bu nisgilin dillərdə. Rüqəyyən ağlayır çöllərdə, qalıbdı köynəyin əllərdə. Dərbədərəm ay qardaş, həmişə yara bağlar Zeynep. Sənə ölüncən ağlar Zeynep, qəmündən sinə dağlar Zeynep. Gəlirəm hacının rozəsinin davamına, gəldi gördü Allah. Şimdi zalim ayağı çəkməli çıxıb qardaşının yaralı sinəsinə. Dedi Hüseyin dərbədərəm ay qardaş, mənə bu bir müsibət bəsdir. Çıxanda sinöveşim rəsdi, susuz başı dalda kəsdi. Fatimənin reyhani, olubdu peşərin oraqi. Nə baş qalıb nə də barmağı, görümsün eydi addırnağı. Yaralı ağam eyvay yaralı, ağam eyvay yaralı, ağam eyvay. Gördü Allah zalim çıxıb qardaşının sinəsinə. Dedi zalim, dayan amandı dayan, arzusuna yetirim. Axı bu adətdir, ata can verəndə balaları yanında olar. Zeynep gördü heç bir balası yanında yoktu. Ne kardeşi var ne balalar var. Dedi zalim dayan amandı dayan, arzu sinə yetirim. Gedim Rüqəyyədə baş yüzüne gədirim ay zalim. Dedi zalim paye zulmi bu secahi Mustafa
çək dala. Zalim ayağı çək qardaşımın sinəzindən. Paye zülmü ya xanım Zəhra məni bağışla bu günləri. Paye zülmü bu səgahi Mustafa'dan çək dala. Sen ayaqlırsan onu Zəhra deyir yandım bala, yandım bala. Vay 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 vay. Sen ayaqlırsan onu Zəhra deyir yandım bala. İcazə verin bir rozəsində oxuyum. Ravi deyər gördük Hüseyin meydana gec gəldi, yubandı. Çıxdıq təllin üstünə. Gördük Hüseyinin ətrafın 40'dan artıq balaca uşaq tutub. 40'dan artıq balaca uşaq tutub. İmam Hüseyin ağa minir Zülcənahına, o uşaqlar köynəyindən tutublar, salırlar İmam Hüseyini yerə. Elə bu yerdə elə avara qaldı İmam Hüseyin ağa, üzün tutdu Bəqi səmtinə. Ana dedi imdadimə gəl, dərdi qəmim çoxdur yana. Qalmışam qızlar əlində, alanım yoxdur. Ana, ana, ana. İstədi ki gedən meydana, Zülcənah getmir. At getmir, Allahu Ekber. Zülcənah nə vaxtın dayanmağıdır. Əbəlfəzlim ölüb, Əli Əşbərim ölüb, Qasımım ölüb. Zülcənah niyə getmirsən? Gördü o heyvan, başın saldı aşağı, yəni ağa. Hələ bir bax gör gedə bilirəm ya yox. Ağa baxanda gördü rüqəyyədir, belə məcəlin zərim yerə. Sən at üstdən payə piyadə mən nə qədər qaçıb dayanım ata. Səni Zeynəbin canı bir dayan, başıma gəlib dolanım. Hasan, Hasan, Hasan.